Müəllimlər, biz bugün sizinlə 7-ci sinif dərsliyindən oduncağın əsas fiziki və mexaniki xassələri mövzusunun izahına baxırıq. İstənilən konstruksiya materialı kimi oduncaq da müəyyən fiziki və mexaniki xassələrə malikdir. Oduncağın fiziki xassələrinə onun rütubəti, rəngi, iyi, sıxlığı, mexaniki xassələrinə isə bərkliyi, möhkəmliyi, elastikliyi aiddir. Oduncağın rütubəti su kütləsinin onun quru kütləsinə nisbətidir və faizlə ifadə edilir. Baxın, oduncağın rütubəti faizlə ifadə edilir. Oduncağın mütləq rütubəti müəyyən bir həcmdə oduncaqda olan nəm kütləsinin tamamilə quru oduncağın kütləsinə olan nisbətidir. Oduncağın nəmliyi onda olan rütubətin miqdarı ilə ölçülür. Nəmlik nə qədərsə, rütubəti də o qədər olmalıdır. Qurudulma zamanı rütubətin bir hissəsi buxarlanır. Oduncağın nəmliyini təyin etmək üçün nümunənin qurudulmadan əvvəl və sonra çəkərək fərqi, yəni buxarlanan rütubətin kütləsini qurudulan nümunənin kütləsinə bölüb 100-ə vurmaq lazımdır. Oduncağın nəmliyini müəyyənləşdirmək üçün müəllimlər düsturdan istifadə edərək biz bunu müəyyənləşdirə bilərik. Baxın, bu düsturdan istifadə etməklə biz oduncağın nəmliyini müəyyənləşdirə bilərik. Oduncağın qurudulmadan əvvəl çəkisi M1, çıxırıq qurudulmadan sonraki çəkiyə M2-ni, daha sonra bölürük oduncağın qurudulan nümunəsinin kütləsinə və 100-ə vururuq. Əgər bizə verilsə ki, oduncağın qurudulmadan əvvəl kütləsi 500 qrama bərabərdir, qurudulmadan sonraki kütləsi 450 qrama bərabərdir. Verilənlər əsasında biz oduncağın nəmliyini müəyyənləşdirməliyik ki, oduncağın nəmliyi neçə faizdir. Bunu müəyyənləşdirmək üçün biz düsturdan istifadə edərək M1 qurudulmadan əvvəl 500, çıxırıq qurudulmadan sonra 450, bölürük qurudulan nümunənin kütləsinə və vururuq 100-ə. Biz verilənləri düsturda yerinə qoyub hesablasaq, 500-dən 450-ni çıxırıq, eləyir 50, 50-ni 450-yə bölürük və vururuq 100-ə, alırıq oduncağın nümunəsinin neçə faiz olduğuna. 11,100-də 11% oduncağın nəmliyi tapırıq. Bu düsturdan istifadə etməklə və hesablama aparmaqla biz oduncağın nəmliyini müəyyənləşdirə bilirik. Onda neçə faiz nəmlik olduğunu tapırıq. Oduncaqlar növündən asılı olaraq yüngül və ağır olur. Başqa sözlə desək, az sıxlığa və çox sıxlığa malik oduncaq növləri də mövcuddur. Az sıxlığa malik oduncaq növləri cökə, küknar, şam, qovaq ağacları az sıxlığa malikdir. Palıd, toz ağacı, göyrüş, ağcaqayın, alma, armud ağacları isə yüksək sıxlığı ilə digərlərindən fərqlənir. Ağacların kütləsinin tapılması onu necə müəyyənləşdirir? Baxın müəllimlər, vahid həcmdə olan oduncaq kütləsi onun sıxlığıdır. Sıxlıq belə ifadə olunur. Məsələn, 1 kub santimetr şam ağacı oduncağı 0,5 qram kütləyə malikdir. Deməli, onun sıxlığı 0,5 qrama bərabərdir. Onu da qeyd edim ki, müəllimlər, oduncağın sıxlığını müəyyənləşdirmək üçün də düsturdan istifadə edərək biz onun sıxlığını müəyyənləşdirə bilərik. Oduncağın sıxlığı M oduncağın kütləsi bölürük həcminə. Yəni, verilənləri biz yerinə qoymaqla oduncağın sıxlığını müəyyənləşdirə bilirik. Bu da oduncağın sıxlığını tapmaq üçün istifadə etdiyimiz düsturdur. Bəs oduncağın fiziki xassələrindən rəngi nədir? Oduncağın rəngi əks olunan işıq axınının spektral tərkibindən asılı olaraq vizual qavrayışıdır. Yəni, oduncağın rəngi yaş oduncaqlarda daha tünd rəngdə olur, quruduqda isə onların rəngi daha açıq rəngdə olur. Məsələn, palıd ağaclarında kənar hissələri ağ, orta hissələri isə sarımtıl rəngdə olur. Daha sonra müəllimlər, oduncağın iyi nədir? Oduncağın iyi dedikdə onun qoxu hissinə təsir etmək xüsusiyyəti nəzərdə tutulur. Yəni, hər bir oduncaq növünün özünə məxsus qoxusu var.
Məsələn, iynəyarpaqlı oduncaqları qətran iyi verir. Ağcaqavaq isə nadir özünə məxsus ətri ilə seçilir. Dəmir ağacından vanil ətri gəlir. Görürsünüz, oduncağın növündən asılı olaraq ondan gələn qoxu, iyi hissi də müxtəlif olur. Daha sonra müəllimlər, indi isə biz oduncağın mexaniki xassələrinə nəzər salırıq. Oduncağın mexaniki xassələri dedik, bərkliyi, möhkəmliyi və elastikliyidir. Oduncağın bərkliyi digər cisimlərin ona daxil olmasına müqavimət göstərmə qabiliyyətidir. Yəni, oduncağa daxil olan əşyanın səthdə buraxdığı oyuğun ölçüsünə əsasən biz onun bərkliyini müəyyənləşdirə bilirik. Oyuq nə qədər kiçikdirsə və bu oduncaq deməli bir o qədər də bərkdir. Biz oduncağa mismar vuran zaman çətinlik çəkiriksə, yonan zaman çətinlik çəkiriksə, mişarlayanda, deşən zaman əgər çətinlik yaradırsa, deməli bu ağacın oduncağı bərk oduncaqdır ki, biz onun üzərində texnoloji işləri yerinə yetirməkdə çətinlik çəkirik. Oduncağın möhkəmliyi isə onun müəyyən yükə davam gətirmə qabiliyyətidir. Biz dedik ki, palıd, ağcaqayın, tozağacı ağacların oduncaqları yüksək sıxlığa malikdir. Həmçinin də bu ağacların oduncaqları möhkəmliyi ilə də seçilirlər. Ağcaqovaq, küknar, cökə kimi ağacların oduncaqları isə nisbətən yumuşaqdır. Oduncaqdan olan məmulata müəyyən bir yük verdikdə onun lifləri dartılır, sıxılır və yaxud da ki, əyilir. Məsələn, əgər stolun üstündə ağırlıq olduqda, o ağırlığın təsirindən sıxılır. Xizəkdə isə xizəkçinin kütləsindən, onun təsirindən əyilir. Odur ki, oduncağın möhkəmliyi dartılma, sıxılma və əyilməyə görə də fərqlənir. Əgər təsir edən xüsusi yüklənmə oduncağa davam gətirə biləcəyi yüklənməni üstələyirsə, onda həmin məmulat dağılır. Yəni, o oduncaq dağılır. Oduncağın növünə davam gətirə biləcəyi möhkəmlik fərqlidir. Yəni, elə yüksək sıxlığa malik ağac oduncaqları var ki, onlara nə qədər yük üstünə gəlsə də, onlarda sıxılma, dartılma, əyilmə kimi hallar baş vermir. Bu, onların yüksək sıxlığa malik olduğunu göstərir. Amma elə ağacların oduncaqları var ki, onlar müəyyən yükün altında möhkəmliyini itirirlər. Yəni, onlarda sıxılmadır, əyilmədir, dağılma kimi halları baş verir. Bu da oduncağın möhkəmliyi olan mexaniki xassəsidir. İndi isə müəllimlər oduncağın elastikliyinə baxırıq. Elastiklik odur ki, xarici təsir götürdükdən sonra əvvəlki forma və ölçüsünə qayıda bilir. Yəni, oduncağın elastikliyi xarici təsir götürüldükdən sonra əvvəlki forma və ölçüsünə qayıda bilirsə, bu onun elastik olduğunu göstərir. Xizəyin, xətkeşin, yaylı oxun elastikliyi bu haqda təsəvvür yaradır. Oduncağın rəngi ağacın növü ilə təyin edilir. Oduncaq gözəl təbii rəngə malik olur. Çox vaxt məmulatları boyamırıq. Sadəcə şəffaf lakın köməyi ilə biz onun rəngini saxlamağa çalışırıq. Yəni, oduncaqların teksturası göz oxşayan olduqda onların səthini biz boyamırıq. Sadəcə şəffaf lak çəkərək biz həmin ağacın oduncağının teksturasını saxlayırıq. Lakla da biz bilirik ki, oduncağı çürümədən, rütubətdən qorumaq üçün onun üzərinə şəffaf vurulan qoruyucu materialdır. Biz məmulat hazırladıqda müəllimlər əsasən quru oduncaq materialından istifadə edirik. Quru oduncaq materialında olan rütubətlik 8-15% olmalıdır. Çünki ondan biz hər hansı bir detal hazırlayan zaman onda detallar əyilmir, asanlıqla emal edilir, rənglərin və uzun müddət istismar olunur. Yəni, onlarda rütubət az olmalıdır. Əgər rütubəti yüksək olduqda bizim hazırladığımız detal daha sonra formasını itirə bilər quruduqda və yaxud da ki, əyilə bilər, sına bilər. Bu hallar olmasın deyə hər hansı bir məmulat hazırlayan zaman quru oduncaqdan istifadə olunmalıdır. Əsasən 8-15% tərkibində rütubətliyi olan quru oduncaqlardan istifadə etməliyik.
Daha sonra yeni tədarük edilmiş oduncağın nəmliyi müəllimlər 80-60% olur. Nəmliyi 8-15% olana kimi biz həmin oduncaqları qurutmalıyıq. Oduncaqları biz təbii, yəni havada və süni yolla kamerada quruda bilərik. Təbii qurudulma üçün mişar materialları yer çəkən yerə, yəni külək əsən yerə və ya talvar altına qalaq şəklində yığılır. Qurumaq üçün yığılan taxtaların arasına enine istiqamətində tirlər düzəldilir. Baxın, təbii qurudulma üsulu burada göstərilmişdir. Süni qurudulma üçün isə xüsusi kameralarda bu qurudulma işi yerinə yetirilir. Kameralarda üfürülən isti hava axını olur orada və bu aralarında hava axını keçərək isti hava axını qurutmanı tez bir zamanda başa gəlməsinə kömək edir. Həmçinin də qurudulma zamanı oduncağın lifləri uzunluğuna və bərabər biz orada onu quruduruq ki, onlar öz formasını dəyişməsin. Yəni biz süni yolla qurudulma daha əlverişlidir. Həm oduncaqların tez bir zamanda qurudulmasını həyata keçirir, həm də onların, materialların formasını, yəni qismən dəyişirdi. Çox da əyilmələr və yaxud da ki, digər hallar baş vermir. Ona görə süni qurudulmada daha çox üstünlük verilir. Qurudulma zamanı müəllimlər hansı hallar baş verir? Məsələn, taxtanın əyilmə növləri olur. Əgər biz taxtaları düzgün yerləşdirməsək və yaxud da ki, hər hansı bir belə deyək, əyilmələr baş verərsə, bunların da uzununa əyilməsi var. Uzununa, baxın, uzununa əyilib. Uzununa əyilib. Daha sonra eninə əyilmələr var. En hissəsindən əyilmələr var və vintvari əyilmələr var ki, bu da onun diaqonallarını pozmuş olur. Ona görə də bu kimi əyilmə hallarının daha az olması üçün biz süni qurudulma kameralarından istifadə etməliyik ki, yaxşı nəticə əldə edək.